bir müğənnimiz var. Rəqsanə xanım. Biz yetimin qarnını doydurmarıq. Adın yalavazın qarnını doydurmarıq qardaş. Biz kim ki o yollardadır, onların qarnını doyurarıq. Rəqsanə bildirir ki, evindən 412 min manat dəyərində qızıl oğurlanıb. İndi Allah bu millətin başına daş salmırsa, valla bu millət dizin qoysun yerə qaldırsın, əli göyə desin, Allah mənə bağışla. Vicdan haqqı. Bir müğənninin evindən, bir müğənninin bir evindən oğurlanan qızılın tək dəyəri 218 min avrodur. Yəni 412 min manat. Bəs biz niyə ölmürük biz qardaş? Bu millət niyə xəcərlər çəkmir? Yetiminə, yesirinə baxa bilmir. Kasıbına, küsübünə əl tuta bilmir. Amma aparır bu cür ədəbdən kənar adətən müsahibələri ilə, hərəkətləri ilə. Təbii ki, mən bunun haqqında başqa ifadələr işlətmək istəmirəm. Amma ədəb müsahibələrinə baxanda həmtərən danışığını görürəm. Birdən görürsən ki, olur. Təsadüfən qarşıva çıxır, pultu tapa bilmirsən, məcburən qulaq asmağa məcbur olursan, görürsən ki, ağzına gələn danışır. Necə olur ki, bu ölkənin kasıbı, küsbü, qazisi, veteranı, şahid ailəsi aclığa məhkum olur, xəstəliyə düçar olur, müalicə ola bilmir, təhsil ala bilmir. Bu ölkənin alimləri acından ölür, alimliyə namizədləri təhsil ala bilmədiyinə görə gedib fəhlə işləyir, amma qeyri-adi bir səsi olmayan sıradan bir müğənni sıradan milyoner olur. Bunun günahı kimdədir, qardaş? Dünən baxıram, bir Türkiyədən bir müğənni gətiriblər, burada Novxanda, Nəmharda Türk müğənni də deyil deyəsən, oxudublar. 25 nəfərlik orkestrlə gəlib o müğənni, 25 nəfərlik. Cəmi 8 nəfərə konsert verib. Bilirsiniz nə müqabilində? 70 min dolların müqabilində. Yol xərclərini ödəyiblər, qalmaq xərclərini ödəyiblər və 8 nəfərə konsert vermək üçün Türkiyədən bura, Bakıya gəliblər. Qarşılığında da 70 min dollar, yəni 100 mindən yuxarı bir qanarar alıblar və qayıdıb çıxıb gediblər. Biz buyuq. Amma desən ki, biri acından ölür, yaxud da birinin evi burada göstərirlər, biz gəldən birdən göstərir evləri. Yağış yağır başına, 3 uşağından, 4 uşağından az yalavat evində başından göydən su tökülür. Həmin o müğənniyə 70 min dollar verən o bizim bədbaxt imkanımız o adama 5 manat yardım vermək istəmir. Onun heç olmasa çardağını alıb vursun, şiferin deyir, bir şifer deyir, dam örtüyünü alsın vursun, 5 bin manat xərcləsin, heç olmasa Allah onun bəlkə günahlarını əfv eləyər. Elədikləri bu əməldən dolayı. Amma biz eləmirik. Niyə? Biz Rəqsanə xanımın səsini o qədər bəyənirik ki, onun səsindən o qədər ürəyimiz keçinirik ki, biz ona o qədər pul veririk və o da bunun qarşılığında varlanır. Mən bir aparıcı var. O aparıcının dediği bir sözü deyəcəyəm. Ben bilənim Tolik'ti, nədir odur? Tolik'ti deyəsən. Tolik demişti ki, Rusiyaya gedən qadın müğənnilərimizin anlaşmasında bir dənə də bənd var. Puldan başqa. Rusiyada gedib oxuyan müğənnilərimizin imzaladığı müqavilədə puldan başqa bir dənə də bənd var. O bənd toy sahibi ilə bir gecə oteldə qalmaqdır. Bu, mən bilənim Tolik'in müsahibəsində idi. Bir gecədə toy sahibi ilə oteldə qalmaqdır. Kül sənin millət başıva deyirəm ki, bir müğənniyə 15 min, 20 min pul verirsən, nədir ki, o bir gecə səndən yatacaqdır. Sağlıq olsun. Hər kəs o dünyada lazım olduqları ilə yatacaq. Heç bir problem yoxdur. Adını çəkmək istəmirəm, deyir Rəqsanə xanım. Yaxın adamımdır. Sadəcə bu hadisə Moskvada baş verdiyi üçün burada polisə müraciət edə bilmirəm. Hadisə 20 gün əvvəl baş verib. Bununla bağlı Moskvadan Bakıya axtarış verilib. Mən Moskvaya məclisə getmişdim. Elə oldu ki,
Bakıya qaydanda zinət əşyalarımı açıb baxanda gördüm ki, sırğam yoxdur. O da Carter brendinə məxsus bahalı zinət əşyasıdır. Sırğadan sadəcə dünyada 17 ədəd istehsal olunub. Mən evdə bunu deyəndə hamı Allaha and içdi. Bakıya gəldim ki, axtarım. Fazil müəllimlə məsləhətləşdim. Yəni həyat yoldaşı ilə. Oradan mənə yazdı ki, sənə bir sirr açım. Yəni özü etiraf etdi. Fikir verin dostlar. Dünyada yalnız 17 ədəd istehsal olunan bir əl işidir bu sırğa. Bir müğənninin sırğasıdır bu. Bir müğənninin sırğasıdır. Bax, biz heç vaxt bu işlərlə uzağa gedə bilməyəcəyik. Bu cür yanaşma ilə uzağa gedə bilməyəcəyik dostlar. Onların qazandığı hamısı haram pullardır. Halal yoldan o pulu qazanmaq olmaz. Tam. Tənqidçi deyir ki, deyilənə görə Rəqsanə Rusiyada millətə çox köməklik eləyib. Ay Vüqar bəy, o pulu bunların səsinə yox, ətinə verirlər. Mən belə şey deyə bilmərəm. Rəqsanə ilə bağlı bu sözü deyənmərəm. Nə görməmişəm, nə tutmamışam, nə də eşitməmişəm. Mən belə şey demək istəmirəm. Mən Tolekin sadəcə müsahibəsini dedim. Ki, Tolik müsahibəsində belə bir ifadə işlədir ki, o müqavilədə bir bənd var. Söhbət Azərbaycandan Rusiyada oxumağa gedən qadın müğənnilərlə bağlı idi. O da deyir ki, o bəndin biri də həmin gecə toy sahibi ilə, yəni pul verən adamla bir yataqda qalmaq. Amma Rəqsanə xanımın mən biləni həyat yoldaşı var. Yəni onun evi də var, həyat yoldaşı da var, qızı da var. Yəni ola bilsin ki, bu şeylər ona şamil deyil. Yəni bu ona aid deyil. Zeymə xanım yazır ki, Vüqar bəy, siz yadınıza salın, Rəqsanəni meymun kimi lağa qoyanlar Fazilə ailə qurandan sonra başladı pul deməməyə. Vüqar bəy, elə ona görə də 11 musiqi alətində ifa edə bilməyimə baxmayaraq musiqiçiliyin başını buraxdım. Ən mədəniyyətsiz insanlar mədəniyyət işçiləridir. %90'ı elədir. Faik bəy deyir.